Xoş gördük əziz dinləyicilər. 28 maddədən ibarət Trumpın sülh sazişi demək olar ki, iflasa uğradıqdan sonra bütün təzyiqlər Zelenski üzərinə çökdü. Hər kəs Zelenski üzərinə təzyiq edir və əsasən Amerikadan Trump bildirir ki, hətta o 28 maddədən ibarət olan heç sülh sazişini də oxumayıb. Nəyin bahasına olursa olsun, bir ay bundan əvvəl Rusiyanı kardon pələngə bənzədən, Rusiya uduzub deyən, Rusiya irəliləyə bilmir deyən, bu günlər isə deyir ki, Ukrayna uduzub, Ukraynaya şansı yoxdur və Ukrayna prezidentinin Londonda axırıncı görüşündən sonra artıq bəlli oldu ki, müttəfiqlər bildirir ki, Ukrayna öz torpağından qəti imtina etməyəcək. Bundan sonra biz artıq Trumpın Avropa üzərinə bir hücumunu görürük. Ciddi surətdə Avropanı tənqid edir. Az qala özünü elə aparır ki, o sanki Avropanın müttəfiqi yox, Avropanın düşmənidir. Hətta Rusiya tərəfdən Pakrovskda gedib vuruşsa belə biz buna əlbəttə ki, heç də qınamarıq. Amma bütün bunlarla bərabər Trump burada sülhü məcburi yaratmaqla bir sülh göyərçini olmasını öz xalqına tərənnüm etmək istəyir. Çünki Amerikadakı vəziyyəti gündən-günə pisləşir. Özünü bir sülh carçısı etməklə bunu özünə bir hədiyyə etmək istəyir. Amma bu günləri biz nəyin şahidi olduq? Florida ştatının Miami şəhərində 28 ildir ki, respublikaçıların qalib gəldiyi, amma bu günləri Ellen Higgins adlı bir xanım demokrat qalib gəlmiş oldu. Bu Amerika tarixi üçün çox böyük bir sensasiyadır. Siz təsəvvür edin, 28 ildir orada respublikaçılar qalib gəlir. Bu bir daha onu göstərdi ki, Trumpın daxildəki vəziyyəti getdikcə pisləşir və onun impeachmentinə və 2026-cı ildə keçiriləcək nümayəndələr və senata keçirilən seçkilərdə də böyük surətdə uduza bilər. Bu artıq demək olar ki, demokratların dalğası kimi qələmə verilir. Məhz əslində bugün Trumpın Zelenski üzərinə təzyiqləri, onu sülhə gətirməsi də özünə heç olmasa Amerika daxilində bir sülhpərəst, bir dividend, bir müsbət tərəf kimi əlbəttə bunu calamaq istəyir. Amma görsənir ki, bu da alınmır, Rusiyanın da vəziyyəti alınmır, Rusiyanı xilas etmək də alınmır, Rusiya məğlubiyyətə məhkumdur, onun yanında olanlar da məğlub olacaqlar. Təşəkkür edirəm diqqətinizə görə.